Alışverişdən sonra əldə etdiyiniz çekdə QR kodu oxudub əlavə dəyər vergisini geri ala bilirsinizmi? Çünki bir çox yerlərdə bu problemə çevrilib. EMSA Azərbaycandan şikayət daxil olub. Çünki onlarda alışveriş həyata keçiriblər. 153 manatlıq alışverişdir və Bakı şəhəri Binəqədi rayonu Cəfərxandan 85B ünvanında bax belə çekin bu QR kodunu oxutmaq istəyiblər, amma alınmayıb. Deyiblər ki, bizim deməli dövriyyəmiz hələ tam həll olunub, dövriyyəmiz bitməyib. Belə bir fikir deyiblər. Ona görə bizdə oxunmur, amma digər dükanlarımızda oxunur. Mən bilmirəm, bəlkə də biz səhv eləyirik. Məncə vergi orqanları bu məsələ ilə məşğul olsalar yaxşıdır. Çünki necə ola bilər ki, dövriyyə tam həyata bitməyibsə, dövriyyəsi tam yekunlaşmayıbsa, onun QR kodu oxumur və vətəndaşın alışverişində əlavə dəyər vergisi geri qaytarılmır. Qanunda bu varmı? Ümumiyyətlə, həmən dükan nümayəndələri bunu düzmə eləyirlər. Çünki bu artıq birinci hal deyil, həmən dükanda baş verir. Bir müddət, bir neçə ay öncə də eyni halla qarşılaşmışdılar və bu şikayətlə bağlı müraciət edən şəxslər deyir ki, biz neçənci dəfədir ki, bu halı yaşayırıq və bizim orada alışverişdən sonra əldə etdiyimiz çekdə QR kodla, yəni əlavə dəyər vergisini geri almaq imkanlarımız məhdudlaşıb. EMSA Azərbaycan kifayət qədər geniş şəbəkəyə malik olan bir mağaza şəbəkəsidir. Orada qab-qacaq satırlar, bildiyim qədərilə cehiz məhsulları var və digər məhsullar satılır, saytlarına baxa bilərsiniz. Və EMSA Azərbaycanda alışveriş edən şəxslərin öz pullarını, əlavə dəyər vergisini geri ala bilməməsi problemini yəqin ki, tezliklə həll etmə imkanları olacaq. Çünki bu yaxşı hal deyil və qeyd eləmək istəyirəm ki, hörmətli izləyicilər, ümumiyyətlə istər restoranda, istər marketlərdə və istənilən yerdə alışveriş edəndən sonra çeklərinizi oxudun, QR kodunu və əlavə dəyər vergisini geri alın. Orada nə qədər sizə pul geri qayıdacaq və qayıtmayacaq bu başqa məsələdir. Əsas olan odur ki, siz onu geri almayanda siz utana bilərsiniz, deyərsiniz ki, çox azdır, yaxşı deyil, mən niyə o pulu geri götürürəm, amma heç narahat olmayın. Həmin obyekt sahibləri o pulları elə qəşəng geri götürürlər ki, heç nə utanırlar, nə də narahat olurlar. Ona görə dövlət əgər bugün bu qanunu tətbiq eləyirsə, hər kəsin boynunun borcudur ki, o qanunu icra eləsin və riayət eləsin. Vətəndaş isə niyə pulunu itirməlidir? Və mənim üçün çox maraqlıdır. Neçə aydır bu dövriyyəsi hələ tam bitməyən EMSA Azərbaycanın həyata keçirdiyi bu addım, reallaşdırdığı bu iş doğrudurmu? Ümumiyyətlə, bu qanunla nə qədər səhv və ya düzdür? Biz bunu bilmək istəyərdik.